Salamlar, sizler dersimizdə xoş gördük. Mən Yusuf Həsənov. Bugün sizlərlə birlikdə bir həndəsə sualı və bir cəbir sualına baxacağıq. İlk olaraq həndəsə sualımızdan başlayaq. Bizdə sualda verilib ki, bir ABC üçbucağı verilib sualda. Və bizdən A bucağının dərəcə ölçüsünü 45 dərəcə, C-ni 30 dərəcə və AB tərəfinə 6 kök 2 verib. Bizdə də sualda soruşur ki, bütün tərəfləri soruşur tək-tək. İlk olaraq insanın ağlına burada hündürlük çəkib 30, 60, 90 və 45, 45, 90 bucaqlarından istifadə etməyə gəlir. İlk olaraq 30, 60, 90 və 45, 45, 90 bucaqlarının qaydasını mən sizə vereyim. Hər iki tərəf 90 dərəcə. Bura 30, bura 60 olduqda qaydamız. 30-un qabağındakı A olduqda 90-ın qabağındakı 2A, 60-ın qabağındakı isə A kök 3 olur. Seriyə yazaq. 45, 45, 90 bucağında isə 45'lerin qabağı A olduqda, onsuz bərabər yanlıdır. 90'ın da qabağı A kök altında 2 olur. İndi bu qaydayla biz bu sualı hündürlüyümüzü çəkirik. 90 dərəcə. Onda bu AB burada bir H desək, ABH-ın üçbucaq olması üçün burada 45 dərəcə. BHC-nin isə üçbucaq olması üçün bura 60 dərəcə qalır. İndi 45, 45, 90 üçbucağı. 90'ın qabağındakı 6 kök 2'dir. Onda buralar 6, 6 olur. 30'un qabağındakı 6 ise bu tərəfə baxırıq. BHC üçbucağına baxırıq. Onda 90'ın qabağındakı 12 olur. 60'ın qabağındakı ise diğer katetin, yani bunun kök altında üstün üstü olur. 6 kök 3. İndi tərəfləri istəyir, tərəfləri də budur. Budur və budur.